nəinki mənim, məncə bütün həkimlərin sevmədiyi pasiyent tipi onun işinə müdaxilə eləməyə çalışan pasiyentlərdir. Yəni ki, biz bir müalicəyə qərar veririksə, tutaq ki, ya da bir də əməliyyata qərar verək də, orada xəstə yaxını və ya xəstənin özü çalışır ki, internetdən oxuduğu hansısa məlumatlarla alternativ müalicə üsullarını bizə öyrətməyə çalışsın. Halbuki mən bura gələnə qədər, yəni uşaq uroloq olana qədər 20 il təhsil almışam da, yəni gecəm gündüzümə qatmışam. Siz istirahət eləyəndə mən istirahət eləməmişəm. Siz kluba gedəndə mən çalışma salonunda dərs oxumuşam ki, uşaq uroloqu ünvanı qazana bilim və bu məlumatlara sahib olun, bu əməliyyatları edə bilim. Əgər mən uşağınıza bir əməliyyat tövsiyə edirəmsə və ya bir müalicə metodunu üstün görürəmsə, bilin ki, o mənim 20 illik süzgəcimdən gələrək tövsiyə olunan bir müalicə üsuludur. Yəni buna müdaxilə eləmək, bunu qəbul eləməmək və ya mənim sırf o əməliyyatdan və ya o müalicədən, o dərmandan pul qazanacağım üçün bunu elədiyimi düşünmək artıq mənə qarşı olmuş hörmətsizlikdir. Yəni o pasiyent tiplərini mən sevmirəm.